Bu videoda Minecraft'ta əşya əldə etmə speedrun'ı eləyirəm. Məsələn, demir kazma əldə etmək kimi ya da odun əldə etmək kimi belə bəsit şeylərlə başlayacağıq. Daha sonrasında netref blok əldə etmək kimi, ensiz elma tapmaq kimi çətin işlərə girişəcəyik. Yəni qısacası toplayacağım əşyalar nə varsa bunları öz başımdan tapıb toplamağa çalışacağım. Kanala abunə olduysan videoya keçək. Tamam, birinci taxta qılınc əldə etmə speedrun'ına başlayıram. Ayda. Ayda, təzədən yerinə gəlmədə tez. Və bitdi. Oh, çox asan idi. Sıradakı speedrun'a keçək. Tamam, sırada çəhrayı boya əldə etmə speedrun'ı var və yaxşı çöldə doğmuşuq. Kaktusların üstündəki bu çiçəklərdən çəhrayı boya əldə edilə bilir deyə düşünürəm. Deməli, və bəli, GG qurtardıq. Sıradakı speedrun'a keçə bilərik. Tamam, indi sıradan 18 dənə daş əldə etmə speedrun'ına başladım. 18 dənə daş, 18 dənə daş tez. 18 dənə daş əldə etməliyəm. Deməli, tez qıraq odunları. Tez. Geri dönmə, nə olar? Nə olar, hə? Deməli, bunu da eləyək. Geri dönmə də, lagdan ötürü olur deyəsən. Hə. Bunu götür, hə. Tez. Nə olar? Geri dönmə də, ay bala, geri dönmə. Tez 18 dənə daş əldə etməliyəm. Tez. Çox tez. Biraz tez olmalıyam. Allah, geri qayıtmayın da, işimi çətinləşdirir oyun, Allah'ın olsun. 18 dənə daş əldə etməliyəm. Tez. Nə olar? Lag ortadan yox olsun artıq. Nə olar? Və GG bitdi. 18 dənə kırıq daş əldə etdim. Vəsə, sıradakı speedrun'a keçək. Tamam, sırada bütün daş əşyaları əldə etmə speedrun'dayıq. Yəni bu dəfə bir dənə əşya yox, tamamen bütün daş əşyaları əldə edirik. Tez. İki dənə də odun qıraq, çubuq lazımdır bir dənə bizə, bir də kazma lazımdır. Ondan başqa kırıq daş toplayıb daş əşyaları əldə edəcəyik. Tez. Deməli, tez. Tamam, lag yoxdur bu dəfə. 20 dənə zat daş toplayaq, bəlkə çatdı. Nə olar, tez. Tamam, məncə bu qədər bəs eləyər. Yuxarı çıxaq. Tez. Deməli, qılıncdan başlayaq.
tez. Məncə çox az qaldı. Və bitdi. 5 əşyanın 5'ini də əldə etməyi bacardım. Sıradakı speedruna keçə bilərik. Tamam, indi sıradakı speedruna keçirik. Bu speedrun ama biraz çətin olacaq. İndiki speedrun məqsədi isə belədir. Qalxan eləyəcək və o qalxanı iskelet üstündə denəyəcək. Yəni qısacası iskeletin atdığı oxu ona geri göndərəcək qalxanı ilə. Yəni savol bugün deyil, başarımını almaya çalışacağım. Deməli başladıq. Amma ətrafda odun yox, məcbur odun arayışına girəcək 2 saat hələ. Of. Dostum, buna bax bir dəqiqə. Zümrüd zah bilə tapdı. Bir dəqiqə, dungeondur bu. Dungeon, tez dungeondan bir şey tapmalıyam. Oha, sen ne dersen? Ve odursaydı müzik diski. Oha, bu ne? Girdab zat, çok yaxşı. Deyə tez iskeletler doğmamış, bunları alaq. Çıxdım mən. Amma necə çıxacam? Bəli, məcbur dungeondakı iskeletləri bizi öldürməsini gözləyəcək. Və doğar mısın artıq? Doğda artıq. Hələ sənə bir işim olacaq. İskeletcik, doğ artıq, doğ. Ne olur öldürün və güzel. Bəli, bir dəhki inventeriyi açıq bıraktım. Çünkü 2 saat hələ o əşyaları oradan almaqla məşğul olmaq istəmirəm. Ona görə tez odun arayışına çıxaq. Və sonunda ağac tapdıq. Tez. Yeniden gəlmə tez. Kalkan edip daha sonra oraya getməliyik. Çünkü hələ sağ bugün değil, başarımını almam lazımdır. Deməli, craftla tez bunu. Craftla. Hayda, bir tane de odun kırmalıyım. Hayda, geri kayıtma. Tamam, indi iskelet dungeon'un olduğu yere getməliyik. İskelet dungeon'unu tapamadım ama bir iskelet gördüm deməli, hop. Ne olar? Ve işte bu. Sıradaki başarıma, daha doğrusu speedrun'a keçə bilərik. Tamam, sıradaki speedrun keçirik. Bu speedrunda hem əşya əldə edəcəyik, hem de bir yandan başka bir işimiz daha var. Bilirsiniz ki, əvvəlki speedrunda qalxan əldə edib sağ ol bugün değil başarımını alacaqdıq. İndi buna oxşayan bir şey var. Amma bu dəfə başarımızı da almayacaq. Bu dəfəki speedrunum isə budur. Bəli, budur. Odun əldə edib bu şəkildə T hərfi eləyəcəm və 10 dənə eləməliyəm və birinciyi elədim. İndi qalan 9 dənəsini də eləyək. Tamam, indi ikinciyi edək. Tez. İkinciyi də etdiyimi tez. Üçüncüyü elədik. Daha sonra dördüncüyü elədik. Beşinciyi de edək. Ayda 1, 2, 3, 4, 5, 6, 4 dənə eləməliyik hələ. Tamam, indi 4 dənə də eləyək. Tez. Bu 7-ci. Bu 8-ci. Bu 9-cu. Bu 10-cu. Və qutardı. Her yerde T harfi görürsünüz, gördüğünüz kimi. Neyse, indi sıradaki əşya speedrununa keçək. Tamam, sıradaki speedrun'a keçdik, amma indi deyəcəksiniz ki, niyə elmas setlisən, niyə bir mention'ın yanındasan? Çünkü dostlar, buradan əldə etməmiz gereken bir əşya var. Bəli, ölməmə totemi və bu totemi əldə etdiyim kimi işlətməm gərəkir və bunu bu şəkildə işlədəcəm. Ölməmə totemini əlimdə tutub intikamcı ilə savaşarkən onu işlədəcəm. İntikamcı o əlində dəmir balta tutan bozrədə adamlar var, onlara qarşı savaşarkən işlədəcəm. Bəli, bu da belə bir çətinlik qatır speedrunuma. Nəysə, indi tez uyandırıcı tapıb o şəkildə oradan ölməmin totemi alıp baltalı köylü yani intikamcı ile savaşırken onu işletmeliyim. Ona göre tez başladık. Tamamdır, girdik ve uyandırıcı dostum tez. Aya ulan yüzünden vuramıram. Ne olur? Öl.
Öl. Allah'ım. Ver ses. Yo sen beni öldürmen lazım. Ne olur öldür. Öldür ne olur. Öldür. Öldürsün hemen öldür. Öldür. Ayda illah beni ile Meryem'de. Ne olur. Ve o sıradaki speedrun'a keçə bilərik. Bu speedrun da kurtardı. Oh. Deməli sıradaki speedrun gəldi və gördüyünüz kimi antik şehirdəyim. Niyə? Videonun başında da dediyim kimi ençli elma tapacaq. Bəs deyəcəksiniz ki, axsan yəqin locate komodu ilə gəldin dostlar. Antik şehir axtarmağa 2 saat vaxtımı itirdə bilmərəm. Ona görə nəysə. Həm də ki ençli elma bilmirəm indi. Çox nadir çıxır. Amma belə çıxır deyirlər. Ona görə speedrunımız başladı. Sandıklara baxaq tez. Görün burada bir şey var. O burada yoktu. Hiç olmazsa bunu götürüm. Diğer sandıklara bakım görüm. Ne var ne yoktu. Bəli bir de üstüne oyunun modu vardı. Kolay moddadır. Yani Warden her türlü doğabilir bilər. Və indi də elmas setə keçək. Ne olur artık. Bir tane ençli elma tapaq. Gördüyünüz kimi yəni də təkdə tapanmıram hələ ki bir də üstüne. Hayda. Necə çıxacam ana mən buradan? Ben buradan necə çıxacam? Allah'ım ben necə çıxacam mən? Ençli elma. Hayda. Vurdun doğdu deme. Tez. Allah. Vurdun doğru deme. Tez. Ençli elma tapmalıyım ve ençli elma tapamadım bir türlü. Tez. Ençli elma tapmalıyım. Tez. Allah tez. Oradaki sandığa da bakmalıyım. Ne olur. Burada ençli elma çıksın. Ve ençli elma taptım. Sonunda. Allah Warden doğdu diyorsan Allah kaç. Warden bizi öldürmeden videoyu kurtarsak yaxşı olar. Bəli, bugünkü videomuzdan bu kadar olsun gənclər. İnşallah videomuz hoşunuza gəlmişdir. Belə videoların gəlməsini istəyirsə kanala abone olmağı unutmayın. Sonraki videolarda görüşəndə mənə 200 abone yolunda dəstək çıxın. Bugünkü videomuzdan bu kadar. Hələlik.